Herkese salam. 17 may 2026 magistratura 2-ci cəhd ingilis dili qrammatika suallarının izahını verəcəm. Əgər mətnlərində izahını istəyirsinizsə, kommentlərdə yazarsınız. 16-cı sual düzgün söz önünü seçirik. He became interested in physics at the age of 15. O 15 yaşında fizika ilə maraqlanırdı. At the age of yaşında to be interested in birləşməsi də nə ilə isə maraqlanmaq doğru cavab A variantı. 17-ci sual. Choose the correct variant. Düzgün variant seçirik. Burada müxtəsər fikir bildirməkdir cümləyə. Nick doesn't eat meat. Nick deyir ət yemir. Cümləmiz inkarda olduğu üçün inkar cavablar bizə lazımdır. Nor do I doğru variant. I don't either doğru variant. Either olan cavablarda mütləq şəkildə başqa bir inkarlıq bildirən bir hissəcik olmalıdır. Ona görə düzdür. 3-də isə neither do I. Bu da doğrudur. Neither olanda başqa bir inkarlıq lazım deyil. 4-də either var, amma inkarlıq bildirən bir başqa məsələ olmadığı üçün səhvdir. 5-də isə to, also, so təsdiq cümlələrə fikir bildirəndə istifadə olunur. 1, 2, 3 doğru cavab D variantı. 18-də make up a story. Biz burada hekayə quracağıq. Gəlin baxaq. Bütün cavablarımız 4 ilə başladığı üçün baxırıq 4-ə. Once a little boy entered the shop and said to the shop assistant. Bir dəfə balaca bir oğlan mağazaya daxil oldu və satıcıya dedi. How much shall I have to pay for 10 pounds of sugar, 2 pounds of coffee and 3 pounds of butter? Deyir ki, mən 10 funt şəkər tozu, 2 funt kofe və 3 funt yağ almaq üçün nə qədər ödəməliyəm? 6. Sonra gələcək 1. The shop assistant took a piece of paper and a pencil, wrote something down and said. Deyir ki, satıcı bir parça kağız və karandaş götürdü, nəsə bir şey yazdı və dedi. 4, 6, 1. Sonra gəlir 8. $4.60. Deyir ki, 4 dollar və 60 cent. Then the boy said, how much change will you give me if I give you $5? Əgər mən sənə 5 dollar versəm, sən mənə nə qədər qaytaracaqsan? I shall give you 40 cent, answers the shop assistant. Mən sənə 40 cent qaytaracağam. Cavab verdi satıcı. Sonra gələcək bizdə 5. Thank you, I don't want to buy something. Mən başqa bir şey almaq istəmirəm, təşəkkür edirəm. Sonra gələcək 2. It's my homework for tomorrow and I cannot do it myself, said the boy joyfully. Bu mənim sabahki ev tapşırığımdır və mən bunu özüm edə bilmirəm. Oğlan sevinclə dedi. Doğru cavabımız B variantı. 19-cu sual. 19-cu sualda deməli, zərflərin mənasına və yerinə görə biz doğru versiya, doğru cümlələri seçəcəyik. I could hardly read your handwriting. Hardly sözü burada güclə, çətinliklə, əsas fiildən əvvəl işlənməlidir, bəli işləyib. Bu mənalarda işlənir. Ona görə də birinci cavabımız doğrudur. Birinci cümləmiz doğrudur. Deyir ki, mən sənin yazını çətinliklə də olsa oxuya bildim. She got up lately, yox. Late olacaqdı this morning. O bu səhər deyir ki, gec durdu. Lately son zamanlarda deməkdir və bu present perfect'in zaman göstəricisidir. Burada məna olaraq da doğru deyil. She can jump more highly. Highly yüksək dərəcədə deməkdir. Burada yəni ly silsək higher ola bilər. O yüksəyə uçmağı bacarır, hoppanmağı, bacarır deyə bilərdik. Ona görə 3-də səhvdir. The teacher asked the student to sit near. Müəllim xahiş etdi ki, tələbə daha yaxın otursun. Bəli, əsas feildən sonra near zərfi işlənib, dərəcəsi də doğrudur. Ona görə də 1, 4 doğrudur. She nearly fell off the ladder. O nərdivandan demək olar ki, burada nearly sözü az qala demək olar ki, mənasındadır. Bəli, doğrudur. Yıxılırdı deyir. Ona görə doğru cavabımız 1, 4, 5 D variantı. 20-ci sualda doğru zaman seçirik. When'dən sonra biz past simple işlədəcəyik. B variantını gəlin silək. E variantını da silək. 3 dənə cavabda birinci past simple gəlib. Yəni keçmiş sadə zaman gəlib. Sonra when they entered the theater, onlar kinoteatra daxil olanda the play, tamaşa, had begun, artıq başlamışdı. Deməli, onlar daxil olmazdan qabaq baş verən hərəkət artıq past simple'dan biraz əvvəl baş verən hərəkət past perfect olacaq. Had begun. Bəli, doğrudur. Burada olacaq D variantında. Had begun 2-də işlənib. 3-də də nə olacaq? Deməli, and the audience were watching it with admiration. Və deyir, auditoriya ona heyranlıqla baxırdı. Deməli, baxmaq hərəkəti, keçmişdə hərəkət baş verib, amma baxmaq hərəkəti hələ də davam edir. Past continuous lazımdır bizə burada. Ona görə də 20-ci sualımızda D variantı correct variantdır.